Dərs planı. Gəlin etiraf edək, çox vaxt bu sözü eşidəndə ağlımıza sadəcə doldurulmalı bir kağız parçası gəlir, elə deyilmi? Sırf iş olsun deyə edilən bir şey. Amma gəlin bugün bu fikri tamamilə dəyişək. Təsəvvür edin ki, dərs planı əslində bir memarın öz şah əsərini yaratmaq üçün hazırladığı bir layihədir. Bax, bugün biz birlikdə kəşf edəcəyik ki, planlaşdırma heç də cansıxıcı bir sənəd işi deyil. Əksinə, şagirdlər üçün unudulmaz bir təcrübə yaratmaq sənətidir. Bax, bu sual var ha. Bu əslində hamımızın hər gün özümüzə verdiyi o böyük sualdır. Və cavab heç gözləmədiyiniz yerdədir. Sinifə girməzdən xeyli əvvəl. Məhz o planlaşdırma mərhələsində gizlənib. Gəlin elə indi o unudulmaz dərslərin sirrini birlikdə açaq. Yaxşı bəs, yol xəritəmiz necə olacaq? Çox sadə. Əvvəlcə planlaşdırmanın niyəsini başa düşəcəyik. Sonra bir planın əsas hissələrinin nə olduğunu öyrənəcəyik. Təlim nəticələri, SMART metodu və qiymətləndirmə kimi vacib alətlərə də toxunacaq. Hazırsınızsa, başlayaq. Deməli, ilk dayanacağımız əsaslar. Bilirsiniz, hər möhtəşəm binanın möhkəm bir təməli olduğu kimi, hər möhtəşəm dərsin də təməlində o sadə, amma çox güclü niyə sualı dayanır. Gəlin biz də işə necəni soruşmaqdan yox, məhz bu niyəni anlamaqdan başlayaq. İndi gəlin planlaşdırmaya olan bütün baxışımızı, belə deyək, 180 dərəcə çevirək. Biz adətən necə düşünürük? Bugün hansı mövzunu keçəcəm, ya da hansı tapşırıqları verim. Amma əslində işin sirri heç də burada deyil. Əsas ideya bilirsiniz nədir? Sonu düşünərək başlamaq. Yəni, birinci özünüzə sual verin. Dərsin sonunda şagirdim nəyi bacarmalıdır? Məhz bu hədəfi, yəni təlim nəticəsini müəyyən etdikdən sonra, ora aparan yolu və yoxlama nöqtələrini qurmaq lazımdır. Bax, bu yanaşmaya nəticədən planlama deyilir. Əsas fərq də məhz budur. Biz artıq bugün nə öyrədəcəm sualını bir kənara qoyuruq və bütün diqqətimizi bu suala yönəldirik. Dərsin sonunda mənim şagirdim konkret olaraq nəyi bacaracaq? Görünüşdə kiçik bir sual dəyişikliyi kimi gələ bilər, amma inanın, bu bütün planlaşdırma prosesinə tamamilə yeni bir ruh verir və hər addımımızı daha məqsədli edir. Yaxşı, əgər sondan başlamaq bizim təməl prinsipimizdirsə, onda bu planın, yəni bizim o memarlıq layihəmizin əsas komponentləri, sütunları nələrdir? Gəlin indi bu hissələri bir-bir incələyək. Baxın, hər şey bu üç sadə, amma çox güclü sütun üzərində qurulub. Birinci, təlim nəticələri. Bu sizin sanki GPS-inizdir. Sizə son məntəqəni, hara getdiyinizi göstərir. İkinci, təlim fəaliyyətləri. Bu, həmən məntəqəyə sizə aparacaq yoldur, maşınınızdır. Və üçüncüsü, qiymətləndirmə. Bu da yoldakı yoxlama nöqtələridir ki, görəsən düz yoldayıqmı, azmamışıqmı? Bax, bu üçü bir-biri ilə mükəmməl şəkildə uzlaşanda, o zaman əsl öyrənmə möcüzəsi baş verir. Gəlin, indi bu üç sütundan bəlkə də ən vacibi ilə başlayaq. Təlim nəticələri. Onları planınızın güt bulduzu kimi düşünün. Niyə? Çünki hər bir fəaliyyətiniz, verdiyiniz hər bir tapşırıq, hətta soruşduğunuz hər bir sual məhz bu ulduza baxmalı, ona doğru istiqamətlənməlidir. Əslində, bütün məsələ bax bu kiçik, amma fundamental fərqdə gizlənib. Biz artıq mən müəllim olaraq nə edəcəm prizmasından baxmırıq, fikrimizi tamamilə dəyişib, şagird nəyi bacaracaq sualına yönəldirik. Baxın, məsələnin həllini göstərmək müəllimin fəaliyyətidir. Amma bizim əsl hədəfimiz nədir? Şagirdin o məsələni özü həll edə bilməsi. Biri müəllimə, digəri isə şagirdə fokuslanıb. Bütün fərqi yaradan da məhz bu baxış bucağıdır. Bəli, bu sitat məncə hər şeyi çox gözəl ifadə edir. Məqsəd sadəcə materialı keçmək, əhatə etmək deyil. Əsl məqsəd şagirdin o materialı həqiqətən də mənimsəməsini təmin etməkdir. Yəni, işimiz informasiya ötürməklə bitmir. Əsas işimiz anlayış və bacarıq formalaşdırmaqdır. Yaxşı, bura qədər hər şey aydındır. Təlim nəticələri vacibdir. Amma gəlin praktikaya keçək. Yaxşı bir təlim nəticəsini necə yazmaq olar? Axı, mövzunu başa düşsün kimi ümumi bir arzu ilə iş görmək olmaz. Məhz bu məqamda bizim əlimizdə çox güclü bir alət var. SMART metodu. SMART o qeyri-müəyyən dumanlı arzuları kəsərli konkret hədəflərə çevirməyin formuludur. SMART əslində sadəcə bir söz deyil. Bu, hər bir hərfinin öz mənası olan bir qısaltmadır. Bunu hədəflərinizi yoxlamaq üçün bir növ keyfiyyət nəzarəti kimi düşünə bilərsiniz. Yəni, bir hədəf bu 5 kriteriyadan keçirsə, deməli o, həqiqətən də güclü hədəfdir. Bu metod bizə təxminlərlə işləməkdən uzaqlaşmağa və planlarımıza peşəkar bir dəqiqlik gətirməyə kömək edir. Gəlin bu hərflərin üstündən sürətlə keçək. S, yəni spesifik, hədəfiniz aydın və dəqiqdir. Məsələn, mövzunu anlasın yox, mövzunun 3 əsas səbəbini sadalaya bilsin.
Bax, bu spesifikdir. M, ölçülə bilən. Uğuru necə ölçəcəksiniz? Nə olsa, hə, bacardı deyəcəksiniz. A, əldə edilə bilən. Bu hədəf şagirdləriniz üçün realdırmı? Onlara həvəsləndirəcək, yoxsa tamamilə ruhdan salacaq? Realist. Bəs sizin bu hədəfə çatmaq üçün kifayət qədər vaxtınız, resursunuz varmı? Və nəhayət, T, zaman çərçivəli. Hədəfə nə vaxt çatılmalıdır? Bir dərsin sonu, həftənin sonu. Bax, bu 5 sual sizin planınıza inanılmaz bir aydınlıq gətirir. Deməli, hara getdiyimizi, yəni təlim nəticəmizi bilirik. Hədəfimizi də SMART metodu ilə aydınlaşdırmışıq. Super. Bəs mənzilə çatdığımızı necə biləcəyik? Bax, bu sual bizi planımızın son, amma heç də az əhəmiyyətli olmayan bir hissəsinə gətirir, effektiv qiymətləndirməyə. Hə, qiymətləndirmə deyəndə, xahiş edirəm, ağlınıza dərsin sonundakı o böyük imtahan gəlməsin. Xeyr, qiymətləndirmə əslində davamlı bir prosesdir, bir növ güzgüdür. Bu güzgü bizə nə göstərir? Təkcə şagirdin nə qədər irəlilədiyini yox, həm də bizim müəllim olaraq növbəti addımımızın nə olması gərəkdiyini. Yəni, bu, həm şagirdin, həm də müəllimin öyrənməsinə xidmət edən bir prosesdir. Bir şeyi unutmayaq, yaxşı qiymətləndirmə təsadüfən ortaya çıxmır. O da planın digər hissələri kimi məqsədli şəkildə dizayn edilir. Və burada qızıl bir qayda var. Qiymətləndirmə sizin təlim nəticənizlə birə-bir bağlı olmalıdır. Yəni, əgər dərsin əvvəlində hədəfiniz şagird məsələni həll edə bilsin idisə, qiymətləndirməniz də ondan məhz məsələ həll etməyi tələb etməlidir. Başqa bir şey yox. Bu qədər sadə, amma bir o qədər də güclü bir prinsipdir. Beləliklə, bütün bu parçaları bir araya gətirəndə nə görürük? Görürük ki, effektiv dərs planı sadəcə doldurulmuş bir forma deyil, əsla. Bu, şagirdlərinizi bilməməkdən bacarmağa aparan bir səyahətin, bir təcrübənin memarlıq layihəsidir. Və yekun olaraq sizi bu düşündürücü sualla baş-başa buraxmaq istəyirəm. Növbəti dəfə o planı hazırlayanda bir anlıq düşünün. Bu plan təkcə bugün üçün deyil, şagirdlərimin gələcəyi üçün nəyi dəyişir? Unutmayın, siz sadəcə 45 dəqiqəni planlamırsınız. Siz o şagirdlərin gələcəyini formalaşdıracaq bilik və bacarıqların təməlini qoyursunuz. Və bu, sizin ən böyük mirasınızdır.